77-ci test. Burada bizdə yeni odan asılı qrafik verilmişdir. Gərginliyin 100-dən 300-ə qədər artdığı göstərilir və bu zaman müqavimət istənilir. Bildiyimiz kimi müqavimət U bölünsün I düsturuna görə mütənasibliyi görürük. Buradan əgər bizim müqavimət gərginliyimiz 100-dən 300-ə qədər volta qədər qalxırsa, belə çıxır ki, 3 dəfə artmış olur. Baxın, 3 dəfə artmış olur. Lakin 100-dən 300-ə bizim gərginliyimiz artarkən cəryan şiddətimiz, fikir versəniz, 0,2 amperdən 0,1 amperə qədər düşür qiymət olaraq. Bu da o anlama gəlir ki, gərginliyimiz 3 dəfə artarkən bizim cəryan şiddətimiz, fikir versəniz, azalır. Yəni 2 dəfə azalmış olur. Bu anlama gəlir ki, əgər gərginliyimiz 3 dəfə çox olarsa, müqaviməti də 3 dəfə əvvəlki qiymətindən çoxalmış görürük. Cəryan şiddətimiz 2 dəfə azalarsa, müqavimətimizin yenə əvvəlki qiymətindən 2 dəfə artdığını görürük. Belə çıxır ki, çünki tərs asılılıqdır, o zaman müqavimət ilk qiymətindən 6 dəfə çoxalmış olur, yəni A variantı. Eyni şəkildə burada da onu qeyd edə bilərik. Yəni də müqavimətini U bölü I düsturuna görə baxsaq, göründüyü kimi 20-dən 40-a qədər gərginliyimiz çoxalırsa 2 dəfə artmış olur. Müqavimətimiz eyni şəkildə, baxın, burada cəryan şiddətimiz də 4 dəfə artmış olur. Belə çıxır ki, müqavimət 2 dəfə artar, amma cəryan şiddət 4 dəfə artdığı üçün müqavimət 4 dəfə azalmış olacaq. Və buradan da görürük ki, 2 dəfə, əgər müqavimət 2 dəfə artır, sonradan 4 dəfə azalarsa 2 dəfə azalmış olacaq. Baxın, A variantı. 79-cu testdə burada bizdən asıllıq tələb olunur. Burada fikir versəniz, İ'nin U'dan asıllığında 1-2 hissəsində I və U düz asıdırsa, belə çıxır ki, I bərabərdir U bölü R düsturunda İ'nin U'na düz asılı olması üçün müqavimət sabit olmalıdır. Biz variantlarda müqaviməti sabit axtarırıq. Baxın, 1-2-də R-ə doğru gəlir deyə, burada düzdür, konstantdır. Hətta bax, burada da fikir verin, 1-2 müqavimətlə düz formada, yəni sabitliyi göstərir. Bu da doğrudur. C-də də eyni şəkildə müqavimət sabitdir, amma bu hissələrdə fikir verin, cəryan şiddəti sabit, İ'yə doğru gedir perpendikulyar. Burada da 2-3-də yerə doğru gəlir, sabitliyi göstərir. 1-2-də yerdən tərs asılıdır. Lakin ikinci hissəsində fikir versək, 2-3-də I konstant, İ'yə perpendikulyar gedir. Biz bu 3 variantdan İ'si konstant olan axtarmalıyıq. Baxırıq ki, 2-3-də fikir versəniz, I konstant olan yalnız C variantıdır. Digərlərində isə fərqli cavablardır, yəni C variantı.